Cümə günün dualarında belə bir dua var. Ağamın zuhurunu təcil elə. Ağamızın gəlişini tezləşdir. Məni də ağanın köməkçilərindən qərar ver. Yəni bizə deyiblər, İmam Zaman əleyhissalam üçün dua edəndə təkcə bu duanı eləməyin ki, ağamız gəlsin. Ağa gələcək inşallah. Quran-ı Kərimdə vədə verilib bizə. Allah Taala'nın vədəsidir. Dünya qurtarmağa bir gün də qalmış buyururlar. Bir gün də qalmış olsa namid olmayın. Allah Taala o günü uzadar, o ağa gələr. Dünyanı ədalətlə doldurur, necə ki zülmlə dolmuşdur. Amma bizə deyiblər ki, İmam Zamanın gəlişi üçün dua eləyəndə əleyhissalam həm də din ilahi. O ağa gələcək. Nə olar, məni də ağanın köməkçilərindən qərar ver. Bu böyük bir rəhmətdir, minnətdir ki, mən durum dünyada ədaləti bərqərar eləyən, məzlumlara nicat verən, Əhl-i Beytin qatillərindən intiqam alan, Kəbəni, Qur'anı, İslamı, haqqı, ədaləti düzgün insanlara çatdırıb bərpa eləyən adama mən də bir kömək eləyəm. Çox mühümdür. Ona görə də bizim İmam Zaman əleyhissalamın dost və düşmənlərini tanımaq lazımdır. Dostlarını tanıyaq, dostların cərgəsində olaq. Kömək eləmək istəyirsən, gedib dostları tanıyasan, dostlarına qoşulasan. Allah eləməsin, gedib düşmənlərinə qoşulmayasan. İndi mənim mövzum bugün sizə İmam Zaman əleyhissalama kömək edənlər və İmam Zaman ağa ilə vuruşanlar barəsindədir. Bilin, tanıyın, eşidin. İmam Zamanın köməkçiləri kimdir? Dostları kimdir? Onun düşmənləri və onun qatı ona qarşı müxalifət eləyənlər kimdir? İmam Zaman ağanın dostları kömək eləyənlər hədislərimizə əsasən mələklər də olacaq, birinci dəstə. Allah Taala mələklər göndərəcək, o mələklər İmam Zaman ağaya kömək eləyəcək. 2. İmam Zaman ağaya kömək eləyənlər peyğəmbərlər olacaq. Hal-hazırda əqidəmiz budur, Qur'an-ı Kərimə əsasən sağ olan, diri olan, bizi kimi İsa peyğəmbər əleyhissalam nazil olacaq, gələcək və İmam Zaman ağanın köməkçilərindən hətta ağanın sağ əli, vəziri olacaq. O cümlədən də, Yahudilərdən də Yuşə ibn Nun adında peyğəmbər ki, Musa peyğəmbərin canişini idi, onu da Allah Taala bu dünyaya qaytaracaq. O da Yahudilər tərəfdən, İsa peyğəmbər xristianlar tərəfdən İmam Zaman ağaya kömək eləyib, yer üzərində bu zülmün kökünü kəsib, ədaləti bərqərar eləyəcək. 3. Bəzi sahabələr kömək eləyəcək. Sahabələr dünyasını dəyişiblər. Bizim bir əqidəmiz var, adı rəcəətdir, xurafat deyil. Ölənləri Allah Taala Qur'an-ı Kərimdə buyurur ki, elə bu dünyada, məsələn, peyğəmbərin Bəqərə surəsində buyurur ki, peyğəmbəri bu dünyada 100 il öldürəndən sonra nerede Allah Taala təzədən qaytardı Bəqərə surəsində 150 peyğəmbər. Qaydanların arasında sahabələr var. Peyğəmbərin sahabələrindən ləyaqəti olan insanlar var. Hətta xanım sahabə var. Ühud döyüşündə kişilər qaçanda qaçmayan Nəsibə xanım, o xanım da İmam Zaman ağanın köməkçilərinə olacaq. Sahabələrdən Salman qaydacaq, Malikəşlər qaydacaq, Miqdad qaydacaq və onlar İmam Zaman ağaya kömək edəcəklər. Keçmişdəki olan ümmətlərdən Qur'an-ı Kərimdə olan Əshab-ı Kəhf, mağara əhli 4 ehtimal yeri verir, bir də Naxçıvandadır. Eşitmisiniz, baxmısınız. Əshab-ı Kəhf qaydacaq, İmam Zamanın köməkçilərinə olacaq. Bəni İsraildən bir dəstə qaydacaq. İsa peyğəmbərin də qövmündən bir neçə nəfər qaydacaq. Və o cümlədən də zamanəsində olan insanlardan da İmam Zaman ağaya kömək edəcəklər. Dünyanın hər yerindən İmam Zaman ağa kömək gələcək. Kim pakdır, təmizdir, namaz qılan olmasa da, müsəlman olmasa da, haqqı, ədaləti bərpa etməkdən ötürü İmam Zaman ağa ləbbeyk deyəcək. İmam Zaman ağanın köməyinə gələn şəhərlərin adları belə bəzi hədislərdə gəlib. Afrika, Rum, Avropa, müsəlman ölkələrindən ən çox müsəlman ölkələrindən İmam Zaman ağaya yardım eləyən İran, İraq, Yəmən olacaq. Hansı bir dövləti tərəfləmə niyyətimiz yoxdur. Allah lənət eləsin bu cümə namazında, bu cümə xutbəsində kimisə tərəfin tutub kiməsə xəyanət eləyənlərə. Haqqı deyək. Ən çox İmam Zaman ağaya olan yardım bu 3 dənə ölkədə olan şəhərlərdən olacaq. Və bunların da arasında xüsusi olaraq İmam Zaman ağa gəlməmişdən qabaq 4 mütləq əlamət ki var. Mütləq baş verməlidir. Onlardan biri də Yəmani adında bir seyyidin Yəməndən çıxmasıdır ki, o Yəməndəndir. Yaxşı. Hansı şəhərlər var? Şəhərləri sayıram. Əhl-i Beytin sözüdür. Millət söhbəti İslamda qadağandır.
Kimin davası var, getsin Əhl-i Beytlə, Peyğəmbərlə eləsin, onlarla dava eləyən Allahla dava eləyir. İmam buyurdu, qum müqəddəs torpağıdır. İmam Sadiq əleyhissalam buyurur, qumun torpağı müqəddəsdir. Onların qumda yaşayan əhali bizdəndir. Biz onlardanıq. Sonra imam bir neçə cümlə sonunda belə buyurdu. Həqiqətən onlar İmam Zaman əleyhissalama ki, adını çəkdi, bir adı var ayağa duranda, onun köməkçilərindəndir. Onlar o haqqa dəvət edənlərdəndir. Ən çox İranın şəhərlərinin arasında Qum, Xorasan, Taliqan, Ərdəbil hamısını hesablayın, imamlar adlarını deyiblər. Ən çox köməkçi Qumla, Taliqan, Xorasandandır. Yaxşı. Sonra Nəcəf şəhəri İraqda, Küfə İraqda, hətta indiki Suriya, Şamın özünün bəzi məntəqələrindən də, hətta indiki Fələstindən də, Qəzzədən də adı gəlib Qəzzənin, Fələstində İmam Zaman ağa kömək eləyənlər olacaqlar. Misir, Tunis, Əfqanistanın bəzi bölgələrində, Yəmən, Ədən və başqa yerlərdən ki, deyiblər İmam Zaman ağaya kömək eləyənlər olacaq. Yaxşı. Kim qaldı? Əhsən. Bir dənə qaldı Azərbaycan. Qulaq as. Azərbaycanla bağlı əvvəldə bunu deyim. Azərbaycan deyəndə o vaxtı Azərbaycan təkcə bizim indi hal-hazırda yaşadığımız vətənimiz Azərbaycan torpaqları getmirdi. Azərbaycan yəni həm də Zəncan, Ürmiyə, Ərdəbil və başqa torpaqlar. İndi də İranda həmin o vilayətlərə nə deyirlər? Azərbaycan vilayəti deyirlər. Azərbaycan vilayətinin Təbriz şəhəri. Araşdırmama əsasən ki, alimlərin kitabından araşdırmışam. Ərdəbillə qonşu olan torpaqlardan. İndi deyəmərəm Lerikdir, haradır, Lənkərandır. Amma Ərdəbil və Ərdəbildən əlavə edilir Muğan. Muğan. Xəzər dənizinin sahilində olan bəzi yerlərin adını çəkiblər. Cəbravan deyirlər, yardımlıda bir yerdir. Muğan, Qusur və Xəzər dənizinin sahilində olan bəzi şəhərlərdən İmam Zaman ağa kömək eləyənlər olacaqlar. Araşdırıblar həmin şəhərlər də Azərbaycanın qədim bölgələrindəndir. İmam Zaman ağaya kömək eləyən ölkələrin, şəhərlərin arasında o cümlədən də Səmərqəndin adı var. O cümlədən də Səməndər adında bir məntəqə var. Araşdırmalara əsasən o da indiki Maxaçqala, Dağıstana düşür. O cümlədən də Əndəlüs, indiki Avropada İspaniya, Portuqaliya hesab olunur. Bunlarla da bağlı hədisdə işarələr var və Türkiyənin Antakiya bölməsində adı çəkilmişdir. O cümlədən də Afrikanın şəhərlərindən belə İmam Zamanaya kömək eləyənlər Sudandan, Misirdən, Liviyadan, Tunisdən və müsəlman ölkələrindən Omanın, Bəhreynin adı da qeyd olunmuşdur. Hətta Çinin adı belə bəzi mənbələrdə gəlmişdir. Həqiqəti Allah bilir, əlbəttə bu demək deyil ki, adı çəkilməyən şəhərlərdən İmam Zaman ağa köməkçiləri olmayacaq. Xeyr, bütün dünyadan İmam Zaman ağa kömək edənlər olacaq. Və bunların arasında amma imamlarımızın dövründə tanınmış şəhərlər olublar, qədim məkanlar olublar. O cümlədən də bizim Azərbaycanın ki, adını qeyd etdim. Azərbaycanın da adı orada qeyd olunmuşdur. Azərbaycanla bağlı İmam Sadiq əleyhissalamdan da 2 dənə hədis nəql ediblər. 2 cür nəql ediblər, belə deyək. Biri hədisdə İmam Sadiq əleyhissalam buyurur ki, Azərbaycandan labüddür ki, bir od qalxacaq. Nə olacaq? Od qalxacaq. Bəli. Deyiblər, ehtiyatlı olun. Mütləq qaçılmazdır ki, Azərbaycandan bir od qalxacaq. Qabağında heç bir şey dura bilməyəcək. Alimlər buna 2 cür təfsir veriblər. Bu od yaxşı da ola bilər, pis də ola bilər. İslamın xeyrinə də ola bilər, ziyanına da ola bilər. Xeyrinə bu ola bilər. Allama Quranı deyir ki, bu hədisi əgər biz belə oxusaq ki, labuddə ləna, bizim üçün lazımdır o, əhəmiyyətlidir o Azərbaycan. İmam Zaman ağadan qabaq Xorasanda qara bayraqlar qalxacaq İmam Zaman ağanın ordusuna. Azərbaycandan da onlara yardım gedəcək. Onların köməyi mühüm olacaq. Bəzi alimlər də burada ki, xeyr, ola bilsin Azərbaycanda müəyyən fitnəkarlar da bir şey eləyir. Çünki hədisdə var həmin fitnə, o od qalxanda siz evinizdə əyləşin. Mən alimlərin sözünü sizə çatdırdım. Azərbaycan hər nədirsə Əhl-i Beyt diyarıdır. Azərbaycan xalqı Əhl-i Beyti sevir. Biz iftixar edirik, fəxr edirik ki, bizim Əhl-i Beytin qonağı olan ölkələrdənik. Bir heybətdə olan 7-ci imamın qızı
İmam Musa Kazım Əsəlamın qızı İmam Rızanın bacısı bizim qonağımızdır. Gəncədə İmamzadə, İmam Məhəmməd Baqırın oğlu İbrahim bizim qonağımızdır. Mən bugün araşdıranda siz üçün gördüm ki, hətta alimlərdən biri ki, Muxtar qiyam eləyib, Əhl-i Beytin düşmənindən intiqam alanda Azərbaycandan da ona yardım gedib. Muxtara kömək ediblər Azərbaycanlılar. Və Azərbaycanda İmam Zaman Ağanın nümayəndələri olub. Onların arasında ən tanınmış da kimdir? Əhsən. Bərdə, Beyləqan, Aram bölgəsində olan Qasim ibn Əla adında İmam Zaman Ağanın nümayəndəsi 117-118 yaş eləyib. Bir dəfə ətraflı danışmışam, istəyənlər ona müraciət edə bilərlər. Və özü də sonda ölümünün anda gözləri kör olub. İmam Zaman Ağadan məktub gəlib. Məktubu açanda İmam Zaman xəbər verir ki, ölümündən 7 gün qabaq gözlərin açılacaq. Məktubu oxuyanda, ətrafa deyəndə deyiblər, hə, bu qoza kişidir, bu üzr istəyirəm, deyəsən başını itirib, üzr istəyirəm, ifadəm öyrə. Kimdir sənin gözü var? Hətta orada biri dostu var, ona gülür. 7 gündən sonra gözləri açılır ölümündən qabaq. Bütün insan, dir, əhali tökülüşür, gəlir. Hətta şəhərin qazisi gəlir ki, doğrudan bu adam gözü açılıb, hərfləri tutur. Sağa sala kitab görüb, kişi kör idiyində gözləri açılıb da. Nə qədər insanlar o möcüzədən sonra şiə olur, Əhl-i Beyti sevirlər. İmam Zaman Ağa onun üçün göndərdiyi paltarında onun kəfənə büküb bastırırlar. Azərbaycanın belə qeyrətli kişiləri olub. İmam Zaman Ağa ona övladı üçün dua edib, övlad payı verib ona. Allah Qasım'a rəhmət eləsin. Azərbaycan Əhl-i Beyt diyarıdır. Hətta Əhl-i Sünnə qardaşlar ki, Azərbaycanda yaşayırlar, mən onlarla dostluğum var, məktəbdə oxumuşam, universitetdə oxumuşam. Onlar Əhl-i Beyti sevirlər. Və bunu da biləsiniz, İmam Zaman Ağaya kömək eləməyə gedənlərin arasında dedim, Əhl-i Sünnədən də olacaq, Xristiyanlardan da, Yahudilərdən də. Onlar ki, pakdır, fitrətləri, vicdanları təmizdir, haqqın tərəfindədir. Və bu yolda deyir, İsa Peyğəmbərlə Yuşa ibn Nunun çox rol olacaq. Onlar ona inanırlar axı. Yaxşı. Keçək düşmənlərinə. Bəs düşmənləri kimdir? İmam Zaman Əleyhisselamın düşmənləri əvvəldə deyim, yəni haqqın və ədalətin düşmənləri. Bu kişi yer neynəsin? Peyğəmbər nə burada Allahın salamı olsun o Əhl-i Beytinə? Demədi, gəlir, mənim övladım, adı mənim adım olan Mehdi ləqəbli gələcək, yer üzərində sizə namaz örgədəcək, oruc örgədəcək. Ha, onu bilirlər. Çox şey bilirlər. Sizə gəlib həcc əməllərini öyrədəcək. Peyğəmbər nə buyurdu əleyhissalam? Peyğəmbər buyurdu ki, yer üzəri zülmlə dolandan sonra o gəlib zülmü aradan aparıb ədaləti onun yerində quracaq. Bu gəlir kişi zalimi zülmü aradan aparmağa. Ona görə də bütün məzlumlar, zülmə məruz qalanlar, haqqı tapdalananlar hamısı ona kömək eləyəcəklər. İmam Zamanın düşmənləri, yəni məzlumun, haqqın, ədalətin, məzlumların, məzlum xalqların, millətlərin düşmənidir. Həqiqi kim pak olsa, dindar olmasa da İmam Zamanın cərgəsindədir inşallah. Amma xüsusi dəstələr var, bunlar düşməndilər. Birinci dediyim kimi zalimlar. Xüsusilə hakimiyyətdə olan hansı ölkə başçısı zalim olsa, xalqına zülm eləsə, İmam Zamanla mübarizəyə qalxacaq. Öz kreslosunu, öz hakimiyyətinə təhlükə görəcək. Bu zülm eləyir. Bu xalqın haqqını yiyir. İmam Zaman da gəlib xalqın haqqını bərpa eləsin. Zalimlar hədislərdə var. İmam Zaman Ağa qarşı çıxan zalimlar olacaqlar. Zülm əhli, zülm hökmdarlar. 2. Əhl-i Beyt düşmənləri. Özün göstərir də. Kim Əhl-i Beytə düşməndir, o ağa ilə mübarizəyə qalxacaq. Onların arasında adı qeyd olunan ən məşhur cinayətkar, zinadan əmələ gələn və Əbu Süfyanın nəslindən qəddar, cinayətkar, zülümkar Süfyanidir. Və 4 mütləq əlamətlərdəndir. Mütləq gələcək. Ayətullah Behçət yada salanda çox narahat olurdu ki, elə qırğınlar eləyəcək. O qədər Əhl-i Beytlə düşməndir. Uşaqların adına belə rəhm eləməyəcək. Uşaqdır da, yox, adı Əlidir. Əli adında uşaqları belə qətlə yetirəcək. Əleyhissalam. 3. Amma axırda İmam Zaman Ağanın əli ilə öldürüləcək Süfyani. 3. Dəccal. Dəccalla bağlı biz bundan qabaq danışmışıq, ətraflı qısa deyirəm. Dəccal indi ya insandır, bir ehtimal. 2. Bir dövlətdir. Bir mədəniyyətdir, sivilizasiyadır. Ola bilər elə indiki Amerikadır. Hər nədirsə, çox hiləgər, sehr cadudan istifadə eləməklə insanları azdıracaq və sonda da İmam Zaman Ağanın əmri ilə vəziri İsa Peyğəmbərin əli ilə qətlə yetiriləcək. Aradan gedəcək. İnşallah. 4. Möminlər, dindarlar, namaz qılanlar, hacılar ehtiyatlı olun.
sadəlöv, avam, bəsirətsiz, dini düzgün başa düşməyənlər, əhl-i beyti tanımayanlar ona qarşı çıxacaqlar. Niyə? İmam deyir ki, ona görə ki, buna dindik gətirmirsən. Böyle elə bir dinəncə bozbaş yeməkdir axı. Məsciddə oturub namaz qılmaqdır. Başa sən harapsan, siyasət nədir? Bunlar deyəcək ki, bu nə dindir gətirmirsən? Bu yeni dindir. Biz belə din tanımırıq. İmam Zaman ağa qarşı bəzi dindarlar çıxacaqlar. Çünki İslamın həqiqətini başa düşmürlər. Elə bilirlər, İslam ancaq namaz qılıb əyilib durmaqdır. 5. İblis, şeytanlar, cinlərdən bəziləri. Bəzi cinlər İmam Zaman ağaya kömək edəcəklər. Onların arasında olan müsəlmanlar pak cinlər. Mən xurafat danışmıram. Bəzi cinlər ki, müsəlman deyir, kafir cinlərdir, şeytanın dəstəsindədir, hizbuş şeytandır. Onlar İmam Zaman ağayını və onun ətrafına qarşı mübarizə aparacaqlar və ağanın zuhurundan qabaq da onlar sehir, cadu, kəhanətlə müxtəlif yollarla insanları İmam Zaman ağa qarşı çıxartacaqlar. Quran ayəsini deyirəm, xurafat olmasın deyə başa düşərsiniz. Allah Teala Quran-ı Kərimdə görün nə deyir? Beləcə hər bir peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər qoyduq. Allah Teala ki, peyğəmbərlərin düşməni var. Həm insanlardan, həm də cinlərdən də. Bu Quranın məntiqidir. Gedin araşdırın. Müasir indi hal-hazırda alimlər var, faktlarla sübut edirlər ki, bu bizim bu uşaq qatili İsrail sehr cadudan, cinlərdən istifadə eləməklə nələr eləyirlər? Haram yollarla. Bizim Azərbaycanda da məşhurdur da, problemi olan cindarın üstünə qaçır. O cindar da bəzən problemi həll eləyir. Necə həll eləyir? Elə cinlərlə. Buradan həll eləyir, buradan da bağlayır. Hər ikisindən pul qazanır. Eşidirsiniz. Sonda şeytanı İmam Zaman ağa hiləsini aradan aparacaq. Bəzi hədislərdə şeytanı qiyamətdən qabaq İmam Zaman ağa öldürəcək. Bəzi hədislərdə gəlib. Son. Yahudilərdən bir dəstə, hamısı yox. Onlar ki, elə deyəsin, bu sehiyonistlərdir. Və vələdü zinalar, əxlaqsız həyat yaşayanlar, İmam Zaman ağa düşmən olacaqlar. Onlar ki, bu dünyada ancaq keyf, eş, işrətlə 5 günlük dünya deyib, onlar İmam Zaman ağa qarşı çıxarlar və İmam Zaman ağa qarşı vuruşacaqlar. İmam Zaman ağa ilə bazarmayacaqlar amma. Amma bəzi insanları özünə tərəf çəkə biləcəklər. Çox təəssüf olsun. İnsanları İmam Zamanla düşmən eləyəcəklər. Ehtiyatlı olaq ki, biz onlardan olmayaq ki, onların da başında əgər məndən soruşsanız, bu dəccal, yaxud da ki, bu sehiyonist, İmam Zaman düşmənləri bunların başında Amerika gəlir. Bu günləri Amerika dünyada yeganə ölkədir ki, həmin o ölkədə şeytana heykəl qoyulub. Kimə heykəl qoyublar? Şeytana, iblisə heykəl qoyublar, biləsiniz. Və bugün də Amerika apardığı mübarizədə biləsiniz, İranı bəhanə eləyib, əsl mübarizə İslamlandır. Ayətullah adın bəhanə eləyib, əsl mübarizə İmam Zamanlandır. Bunu biləsiniz. İndi qulaq asın. Amerikanın Xarici İşlər Naziri ki, indi hal-hazırda özü indi durur, Xarici İşlər Naziridir, çıxışında gör nə deyir Yahudilərin arasında. Deyir ki, biz İrana sanksiya tətbiq etməliyik. Biz İranı blokadaya almalıyıq. Niyə, nə olub? Bir də budur. Onlar 12-ci İmam Mehdinin gələcəyinə inanırlar. Yatmış müsəlman. Amerikan Xarici İşlər Naziri sənin Mehdindən danışır əleyhissalam. Amma sən o İmam Zamandan nə danışırsan? Başqa bir Amerikanın senatoru. Görün nə deyir? Bu müharibə ki, yaxın şərqdə başlayıb, bu bir dini müharibədir. Günün sonunda da bu müharibəni kim qazanacaq? Bu çox böyük bir məsələdir. Bu deyir, bu müharibə dini məsələdir. Biz buna din prizmasından yanaşırıq. Son. Bir alim var da Ayətullah İraqda, Şəhid Sədr. Bəlkə adını eşitmişsiniz. Əlimizdə etibarı mənbələr bir neçə nəfər var demişdi. Bu alimin də bir sözünü deməklə söhbətimi yekunlaşdırıram. İraq işğal olunanda Amerika tərəfindən Amerika ordusunun xüsusi missiyası biri bu olub. Bir gəlsin, İmam Zaman adlanan bir şəxs varsa, adı Mehdi, hamısın, sifətlərinə qədər onu tapsın. İndi o adamlar sağdır, deyir, bizi aparıb, vurub, döyürdülər, həbsdə, dindirirdilər ki, əgər yerin bilirsinizsə deyin. Ayətullah Şəhid Sədri deyir, Amerika şəkli və yeri istisna olmaqla İmam Mehdi barədə hər şey bilir. Bir dənə İmam Zaman ağanın şəkli yoxdur, bir də bilmir yeri haradır. Qalan İmam Zamanla bağlı bütün araşdırmaları bizim kitablardan eləyiblər. Yahudi İsrailin köməkliyi ilə bir işləri var. O gələndə onun qabağında dursunlar. Bir dənə şəklin bilmir nədir. Bilsin, tutsun, bassın kimi İmam Zamandır. Öldürsün.
yerin bilmir. Qalan İmam Zamanla bağlı olub, baxın, danışanda onlar araşdırıblar bir-bir. Vədə verilən şəxs ki var İslam dünyasında, o gələcək. Və gələndə də bütün zalimları aradan aparacaq. İndən düşüblər əl-ayağa. Ehtiyatlı olaq, çalışaq, imama kömək edənlərdən olaq, imamın düşmənlərindən olmayaq. Xüsusən də bugün ağır bir vəziyyətdə, yaxın şərqdə görürsünüz ki, müharibə bir an məsələsidir. Bu müharibənin özündə bilin, bu müharibə İmam Zaman ağanın zuhuruna təsiri var. Bunu mən demirəm ha. Bunu böyük alimlər deyir. Bu müharibə, Fələstində baş verən hadisələr, Suriyada Bəşər Əsəd hakimiyyətinin devrilməsi, yerinə Colanı kimi Əhl-i Beytin düşməni gəlməsi, Yəməndə qeyrətli kişilərin hakimiyyətə gəlməsi, bunlar hamısı zuhurdan qabaq baş verən proseslərdir. Ehtiyatlı olaq ki, biz İmam Zaman ağanın dostlarından olaq, düşmənlərindən olmayaq. Pərverdigara, sənə and verir Peyğəmbər və onun pak Əhl-i Beytinə, sənə and verir Qur'an-ı Kərimin hörmətinə, bizləri İmam Zaman əleyhissalamın köməkçilərindən, yar-ı ənsarından, əskərlərindən qərar ver.